hamımızın həyatında mühüm rol oynayan bir təşkilatın deməli yarandığı gündür, bayramıdır, yəni səhiyyə işçiləri günüdür. Ona görə də hamınızı təbrik edirəm. Həmişə bayram ərfə-rüfiyəsində olasınız. Sokrat belə bir söz deyibdi, istəyirəm burada sizə xatırladım. Dünyadakı bütün peşələr insanlardan qaynaqlanır, tək üç peşədən başqa. Həmən üç peşə müəllimdir, həkimdir və hakimdir. Yəni bu söz həkimlərin, tibb işçilərin nə qədər məsuliyyət tələb edən, nə qədər həm də şərəfli bir vəzifə olduğunu deməli göstərir. Laçında səhiyyə işinin təşkilində xidməti olan adamların adını çəkmək istəyirəm. Adını çəkmədiyim olarsa çox-çox üzr istəyirəm, çünki istərsəməz bu qədər yaddaşda saxlamaq da biraz çətindir. 1960-cı illərdə Laçında səhiyyəyə rəhbərlik edən və əslən Şəmkir rayonundan olan Qurban Qurbanovdur. Allah rəhmət eləsin. O uzun müddət Laçında işlədi. Sonra bizim rayonda çox məşhur bir cərrah vardı. Sonra Xətai metrosunun yanında olan klinikanın adı nədir? Məşhur klinika var. Orada cərrah işlədi. Başaliyev. Doktor Başaliyev. Yəni o Laçında çox özü əslən Qatandanıdır. Laçında çox belə həqiqətən çox belə yaxşı bir həkim kimi o tanınırdı. İndi gənc nəsil yəqin ki onu xatırlamırlar. Sonra deməli poliklinikanın müdürü vardı. O da Səfirumsiya Tovuzdan ya Şəmkirdən olardı. Nurəddin doktor vardı. O da biz o vaxt uşaqdıq məktəbi ona Mixaylo deyirdi. Çünki Metinzadə kinosunda olan o aktyor ki yoxdur, eyni ona oxşuyurdu. Elə bil onun tayıdır. Eyni adamlıqla sifətlə çox oxşuyurdu. O da yəni Laçına bağlı adamdı. Uzun müddət bizdə poliklinikanın müdürü işlədi Laçında. Sonra Alxastı kənd xəstəxanası müdürü vardı, Yunis doktor. O çox bir yəni çox belə mürəkkəb həyat tərzi keçmişdi. Yəqin bilmirsinizsə mən təkrar eləyim. O deməli müharibədə olubdu. Gəlib axırıncı gəlib dövlət imtahanı qalmışmış da gedib müharibəyə, 2-ci Dünya müharibəsinə. Sonra gəlib ki Kürdəmir rayonundan da ailəsi 2 yoxsa 3 uşaq ölübdü. O da gedib institutda dövlət imtahanı verəndə təyinata deyib ki, məni salın uzaq şərqə. Yəni Azərbaycandan çıxım gedim də bu qəmin dərdin içində yaşayan mənəm. Bir nəfər həkim o komissiyanın üzvü deyib ki, bala, sən neyirsən şərqə gedib? Elə get Laçına, sizin Kürdəmirlə o qədər məsafədədir də. O da gəlib bura Kürtacıda işləyib, burada sonra Alxastı kəndində müdür olubdu. Ondan sonra da oranında, orada da tibb bacısı ilə evlənibdi. Oğlu da onun məşhur Daxışlar Nazirliyində şöbə müdürünün müavini idi. Laçını sevən bir adamdır, Rahib Qarayev. Yəni belə Laçında tanınmış, yəni belə həkimlər olublar. Yəni mən çox adamın adını çəkərəm. Sonra Şəlbə kəndində çox təəssüf ki, adını unutmuşam. Kənd xəstəxanasının müdürü var idi. Çox belə doğrudan gözəl bir həkim idi. Mən özüm də ona vaxtı ilə müraciət eləmişəm. Kənddə yıxılmışdım, çayda çiməndə çənəm çapılmışdı. Yəni o həkimi heç vaxt unutmuram. Arif Həkim Şahsıvarov var idi. Minkət xəstəxanasının baş həkimi olmuşdu. Əfqan doktor Cəbrailov, doktorun atası Allah rəhmət eləsin hamısına. Əvvəl Zeynalov, Məmməd Mirzəyev cərrahdılar, Zülfü Qasımov. Xəstəxananın mərkəzi xəstəxananın müdürü vardı, rayon xəstəxanasının müdürü. O da deməli Məmməd Rzayev, nəzakət doktoru, yəni hamımızın sevimlisi. Elnur müəllim dediyi kimi həqiqətən nəzakət doktor bizim hamımızın sevimlisi idi. Yusuf Məhərrəmov, Məmiş doktor vardı, rentgenoloqlar. Onların çox əziyyət olub Laçında. Laçın səhiyyəsinin inkişafında uzun müddət səhiyyəmizə rəhbərlik etmiş Rəhim doktor Rüstəmov, Elçin doktor İskəndərov, uzun müddət sanepidstansiya rəhbərlik etmiş Akif İbadov, onların hamısını biz rəhmətlə anırıq və haqlarının həmişə onların Laçın səhiyyəsində inkişafında rolunu yüksək qiymətləndiririk. Mən istəyirəm bir məsələni də qısa şəkildə sizə çatdırım, tez şəklində. Mən deməli may ayının 8-i Şuşa işğalda olunanda, 8-i 9 artıq Laçından köç başlamışdı. Mən ailəmi çıxartdım, qayıtdım, gəldim Laçında. Burada deməli şahid oldum, özüm də iştirak elədim. Şakir doktor da təsdiq eləyə bilər. Mən onlara o vaxtda da mən xəstəxanalardan qonşuyduq orada. Cərrahiyyələrə zada o əməliyyatlara girirdim qohumlarımız olanda. Yəni mən çəkinmirdim elə şeylərdən. Burada da deməli mən Şakir həkimin əvəz həkim də oradaydı, amma onlar hamısı yarımçıq getdilər. Şakir həkim sona qədər bizlə qaldı. Şakir həkimin mən həmişə sosial şəbəkədə demişəm, onun zəhmətini, onun müharibənin bomba tökülən vaxtı Laçında
Şuşadan, nə bilim bizim sərhəd bölgələrindən gətirilən yaralıları necə müalicə elədiyini mən şahidiyəm. Rus oğlan var idi, doktorun bəlkə də yadımdan çıxıb. O yalvarırdı, rusca deyirdi ki, qoymayın öləm. Mən də ondan əlini sıxırdım, nə bilim dərman verirdi o doktor. İkimiz idik, yəni o palata idi, 4 mərtəbəli evin birinci mərtəbəsi. Ondan mən çəkiliş eləmişəm, yəni orada baxanlar baxa bilərlər. Ulu Öndər hakimiyyətə gəldi, cəmaət xalqımızın xahişi ilə o vaxt biz də Laçında bir qrup adam, mən də onların içində biz Naxçıvana, Respublikalı Söhbətdən teleqramla vurub onu dəvət edirdik bura. Və onun gəlməyi ilə də Azərbaycanın xilas yolu müəyyən olundu və bugünkü qələbəmiz də həmin o gündən başladı. Mən o gündən də inanmağa başladım. İnandım ki, Laçın mütləq alınacaq. Bunu mən elə belə burada patos xatirinə demirəm. Məni tanıyanlar bilir ki, mən yaşımın çoxulmana baxmayaraq sosial şəbəkədə də fəal olmuşam. Laçın və Laçınlar qrupu var, orada da yazırdım. Laçınları əmin edirdim, televizorda çıxışımda da, sosial şəbəkədə də əmin edirdim ki, biz mütləq Laçına qayıdacaq. Şükür bu günə. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qəhrəman qazilərimi qorusun. Allah qətiyyətli prezidentimizi qorusun ki, o qətiyyəti ilə, öz qətiyyətli siyasəti ilə o deməli Laçını və digər Qarabağı bütünlüklə Azərbaycan torpaqlarını işğaldan azad elədi və bu günləri şad görürəm, həyatımızın bir növrəsi bu. Bu günləri çətinliyimiz varsa da, nədirsə də, bunlar bazı əsas odur ki, torpağımız var. Qalanlar hamısı düzələcək inşallah. Sizi bir daha təbrik edirəm, çox sağ olun.